Hörmətli tədbir iştirakçıları, mən də öz növbəmdə hər birinizi Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə İlmi Metodiki İxtisas Artırma Mərkəzinin kollektivi adından salamlayıram və Riyad bəy qeyd elədiyi tədbir haqqında mən onu qeyd edeyim ki, Sənətkarın Dostu layihəsi ötən ilin iyun ayının 1-dən öz işinə başlayır və çox uğurla davam etməkdədir. Bugünkü dayanacağımız Gəncə şəhəridir və bugün burada çox dəyərli sənətkarımız, hər birimizin sevgilisi, əzizi Teymur müəllimlə görüşmüşük. Allah Taala sənə elə bir səs imkanı verir ki, məsələn, həm bəndə, aşağı registrdə səslənir, həm orta registrdə, həm də zil notlarda registrdə səslənir. Bu sənin üstə gəlindir. Libasım budur, ölsəm kəfənim Gəncə şəhərində keçirilən bu tədbirdə Teymur Aslanovla görüşdük. Bu tədbir çox maraqlı oldu və belə tədbirlərin çox olmasını arzu edirik. Bəzi bölgələrimizdə, yəni bir çox yerlərimizdə artıq görüşlər keçirilib. Bugün də Gəncəmizdəyik, gözəl qədim Gəncəmizdə. Əslində ona görə gözəl layihədir ki, yəni gənc, cavan xanəndələrimizin yetişməsində bu görüşlərin böyük önəmi var. Çünki xanəndələr əvvələn odur ki, uşaq yaşlarından zövqlər formalaşmalıdır. O cümlədən də yəni muğam öyrənən uşaqlarımız, gənclərimiz çox doğru yoldadılar. Mən onları alqışlayıram və təşəbbüsə görə Mədəniyyət Nazirliyinə təşəkkürümü bildirirəm. Çox gözəl layihəyə görə.